اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، بارئ الخلائق أجمعين وباعث الأنبياء والمرسلين، خالق السماوات والأرضين، والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم محمد وإترته الطيبين الطاهرين المعصومين المنتجبين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah Tebareke ve Teala təziyyəmizi, əzamızı qəbul eləsin inşallah. Allah Tebareke ve Teala bizlərin adını Ağa Əbi Abdillah aleyhisselamın zəvvarlarının və əzadarlarının cərgəsində yazsın inşallah. Allah Tebareke ve Teala bu dünyada bizi Ağa İmam Hüseynlə qərar veribdi. Allah'a şükürlər olsun, həmdlər olsun. Bizim beşiyimiz Hüseynin laylasıyla laylalanıbdı və həyatımız Ağa İmam Hüseynin qarasıyla geyinilibdi və evdə, çöldə həmişə Hüseyn eşitmişik, Hüseyn demişik ta balacalıqdan bu günə qədər. Ya Hüseyn çağırmışıq, ya Hüseyn demişik inşallah. Allah Teala qiyamət günündə də bizi Ağa İmam Hüseyndən ayrı salmaz və onun bayrağı altında bizi cəm eləyər inşallah. Şəfaətin nəsib qismət eləyər inşallah. Bu dünyada da ziyarətin nəsib qismət etsin inşallah. Gedək ağanı ziyarət eləyək. Bir söz var. Fəlsəfə alimləri bu sözü işlədərlər. Ma vərai hazihi təbiə. Bu həyatı ki biz görürük, bunun arxasında olan bir şeylər vardı, bir hikmətlər vardı. Ki bir qudrətlər var, bir qüvvələr var ki bizlər onları bəzən görürsən, görmürük. Ağa misal üçün Resulullah sallallahu aleyhi ve sellem bir yerde buyurur ki İrhamu emvatakum. Ölülərimizə rəhm eləyin. Sual edirlər ki, ya Resulallah, necə rəhm eləyək biz ölülərimizə? Allah sizə əcr versin. Deyirlər ki, necə rəhm eləyək ölülərimizə? Həzrət buyurur ki, onlar gələrlər, ərvahları gələr. Gəlib yuxarıdan baxarlar. Gəlib yuxarıdan baxarlar və ev əhlinə nəzər eləyərlər. Deyərlər ki, bizə rəhm edin. Heç olmasa bir dirhəm sədəqə ilə. Bunu söndürməmiş bəlkəm. Bunların hansı birisi sönməyir, ona görə belə olur. Bəli. Ağa buyurar ki, bəs onlara rəhm eləyin. Heç olmasa bir dirhəm sədəqə verməklə ölülərimizin haqqında. Bu elə bizə də şamildir. Bizim üçün də keçərlidir. Təkcə onlara demir ki, bir dəfə var müşafəhətən, xitab olunur müşafəhətən. Ağa buyurur, sən də oturmuşsan, eşidirsən ağanın səsini, ağa Resulullahın səsini. Bir dəfə xeyr, ağa özü yoxdur həyatda.
Amma bu söz sənə gəlir, çatır kağız vasitəsilə, elm vasitəsilə, bəyan vasitəsilə. Sən müşafəhədən eşitmirsən, ağanın mübarək dodaqlarından eşitmirsən bu sözü. Amma kimsə sənə deyir ya oxuyursan, ağanın buyurduğunu eşidirsən. Bəli, bir dəfə ağa Rəsulullah Qur'anı oxuyurdu, sahabələr də eşidirdilər. Bu müşafəhədən idi. İndi biz isə Qur'an bizə gəlib çatıbdı, Qur'anı neynirik? Kağız üzərindən, varaq üzərindən neynirik? Oxuyuruq. Amma söz elə Allahın sözüdür. Fərqi bundadır ki, bir dəfə ağa Rəsulullah özü buyurur, sən eşidirsən, onun bir ayrı bir məqamı vardı, aliliyi vardı. Bir dəfə də vardı ki, xeyr, biz kağız üzərindən eşidirik, amma Allahın kəlamını eşidirik. Heç fərqi yoxdur. Hər ikisi Allahın nədir? Kəlamıdır. İndi bu söz bizlərə də şamildir. Biz də ölülərimizə rəhm eləməliyik. Hərdən bir 2 rəkət namaz qılasan ölündən ötürü, bir sədəqə verəsən ölündən ötürü. Lazım deyil ölüdən ötürüsə, diridən ötürü sədəqə verginə. Laf atan sağdır, anan sağdır. Ya misal üçün qardaşın sağdır. Fəqir görürsən, 20 qəpikdə öz yerimə verəndə 20 qəpikdə anavın yerinə ver, atavın yerinə ver, İmam-ı Zamanın yerinə ver. Bu günlər İmam-ı Zaman üçün çox təhlükəlidir. Bu günlər ağa İmam-ı Zaman üçün çox təhlükəlidir. Sədəqə verin onun üçün. İmam-ı Sadiq əleyhissalam İmam-ı Zaman üçün qoyun zibh elətdirirdi. Qoyun kəstirirdi, paylatdırırdı. Deyirdilər ki, ağa deyirdi İmam-ı Zaman üçün kəstirirlər. Lazım deyil ki, o adam həyatda olsun. Onun üçün kəstirirlər. İndi İmam-ı Zaman bu günlər nəyin təhlükəsindədir? O qədər İmam Hüseyin üçün ağlayır ki, ölmək təhlükəsi vardır. Özü buyurur ki, وَلَأَبْكِيَنَّ إِلَيْكَ مَكَانَ الدُّمُوعِ دَمَا Göz yaşları yerine qan ağlayaram. Bu imam sözüdür, bu mənim sənin sözün deyil. Bu imam sözüdür. Ziyarəti nahiye-i müqəddəsədədir bu. Bu kəlamlar hamısı o ziyarətdədir. Bunlar onların, ağanın sözüdür. Burada onun o tərəf, bu tərəfi yoxdur. Ağa ki buyurur ki, məkanət dumu'i dəma, göz yaşları yerinə qan ağlayaram, elə göz yaşları quruyur, sonra ardıcan qan gəlir. Gör, nə qədər ağlayır İmam Zaman ağa, ağa Rəsul, İmam Hüseyndən ötürü. Niyə? Çünki İmam Hüseyni o tanıyır. Bilir İmam Hüseyin. Biz tanımırıq İmam Hüseyin əleyhissalam. Əzəmətini görürük. Bu günləri biz türkük, amma başımıza vururuq, sinəmizə vururuq. Hansı birimiz atamızdan ötürü başımıza, sinəmizə vurmuşuq? Hansı birimiz bu işi görmüşük? Düzdür, təsir eləyir adama, adamın qardaşı ölür, anası ölür, bacısı ölür, atası ölür. Təsir eləyir, əsər eləyir insana. Aparıb dəfn eləyirsən, hüzünlü olursan. Amma ilbəil bu şey təkrar olurmu? Xeyr. İmam Hüseyin əleyhissalam bu işi görən kimdir? Bu məhəbbəti mənim qəlbimdə icad eləyən kimdir? Allah Teala. Ağa Resulullah buyurur ki, Hüseyndən ötürü möminlərin qəlbində bir dənə hərarət vardı ki, o hərarət səbəb olur göz yaşlarının axmaqlığına. Məhəbbət hərarətidir, eşq hərarətidir, istək hərarətidir. Görün də İmam Hüseyin bizi nə qədər istəyibdir. Ağa İmam Hüseyin bizi nə qədər istəyib. Gör Allah Təbarəkə və Teala onu istəyənləri nə qədər istəyir. Ağa Resulullah
İmam Hüseyni istəyənləri nə qədər istəyir. Xanım Zəhra salamullah əleyha İmam Hüseyni sevənləri nə qədər istəyir. İmam Hüseynə ehtiram qoyanları nə qədər istəyirlər. İmam-ı Zaman nə qədər istəyir. İmam Baqir buyurur ki, əgər bir kəsin gözü micəsi ağcaqanadın qanadı qədər islanmış ola İmam Hüseynin yolunda. Ağcaqanadın qanadı qədər, əgər dəryaların kəfi qədər, meşələrin ağaclarının yarpağı qədər, çöllərin qumu qədər onun günahı olmuş olsa, Allah Teala hamısından keçər. Böyük üləmadan, mərzələrdən biri deyir ki, mən bu rivayəti oxuyandan sonra elə hey fikr eləyirdim. Bu nə cür olan bir şeydir. Bir həll yolunu tapmaq istəyirdim bu məsələnin. Bir səlavat zikr eləyək. İnşallah darıxmırsınız. Bir həll yolunu tapmaq istəyirdim. Bir günləri təsadüfən, o vaxtlar maşın yoxdur, falan yox idi. Adətən bu şəhərlər arası insanlar piyada gedib gəlirdilər də. Mən yaşlılarımızdan eşitmişəm ki, misal üçün buradan şəhərə ya araba ilə gedərmişlər, ya da arabanın ardınca piyada gedərmişlər buradan şəhərə. Yəni, gedib gələrmişlər. Deyir, mənim yolum düşdü, Nəcəfdən çıxmışam, Kərbəlaya gedirəm. Bir dənə deyir, Seyyid məndən yoldaş oldu. Uzaq yoldur da, 80 kilometr yoldur. İndi bu yolu gedəndə adam özünə bir həmsöhbət də axtarır, axı bu yolu mən gedirəm. Deyir, bir Seyyid, cavan bir Seyyid mənlə yoldaş oldu. Yol boyu elə söhbət eləyirdi, o məndən məsələ soruşurdu, filan eləyirdi, mən də cavablayırdım. Şirin, xoş, xasiyyət bir Seyyid idi, cavan bir Seyyid idi. Bir qədər az qalmışdı Kərbəlaya. Bu deyil, mənim üçün bir dənə söhbət başladı. Dedi, şeyxina, bir gün bir padşah olur. Qoşunu ilə ova gedir, adamları ilə ova gedir. Təsadüfən bir cüyürə bu, bir ox atır, ox dəyir cüyürə, bu atın sürür cüyürün dalıcan, azır. Cəngəllikdə, meşənin içində azır. Nə qədər axtarır, oyan buyan, bir yol tapmır, sürür atını tanımadığı tərəflərə. Sürür, gəlir, görür ki, bir ev var. Bir çoma, bizim dilimizdən desək. Bir çoma var. Döyür qapını, bir gənc açır qapını. Deyir ki, məni gecələməyə icazə verərsinizmi? Azmışam mən. Deyir, gəl. Çağırır səri, görürüm onun bir dənə qoca nənəsi var. Bunun üçün isti su qoyurlar, falan eləyirlər, əlini, üzünü yuyur, rahatlaşır. İndi evdə olanda şorundan, pendirindən qoyurlar bunun qabağına, çörək qoyurlar, bu yeyir, rahatlanır, istirahət edir. Ertəsi gün bu nənəyə deyir ki, mənim adamlarım var, onlar gələnə qədər mən sizə qonaq qalacağam. Bunun adamları bunu axtarırlar da. Çox da uzağa getməyib. Deyir, yaxşı. Görür ki, nənə oğula deyir ki, amala, get o keçini kəs, qonaq üçün bir şey hazırlayaq. Deyir, nənəcan, o keçinin südü ilə biz dolanırıq. Oğul deyir ki, anasına, nənəcan, mən
o keçini sağıram dolanırıq biz. O keçini kəsdik biz neyniyəcəyik? De, o sənin işin deyil, o Allahın işidir. Qonaqdır gəlib, Allah gətirib bunu, sən get kəskinlə qonaq. Gedir, kəsir, pişirirlər, bu da eşidir. Eşidir ki, məsələ belədir. Bu söhbəti Seyyid danışır bu şeyxdən ötürü, bu böyük alimdən ötürü. Kəsirlər, bu yeyir, bir gün, 2 gün qalır burada, adamları gəlir, çıxır. Bunlar baxıb görürlər ki, yox, bu adi adam deyil, bunun nə qədər ordusu var, filanı var. Baxır, bu çıxanda deyir ki, bu mənim əmanətim, gələrsiniz, bu əmanəti göstərərsiniz, sizi buraxacaqlar içəri. Gedir saraya, deyir, gələrsiniz filan yerə. Gedir sarayına, bunlar bir gün, 2 gün, keçi də kəsilib, deyirlər, gedək də, gedək, Allah bir şey yetirər bizim üçün, gəlirlər. Bu şah bunları gözəlcə qonaq eləyir. Şah bunları gözəlcə qonaq eləyir və bu yedirdir, içirdir, bunları rahatlıq verir, əyan əşrafını çağırır. Deyir ki, mən bunlara nə verim? Bunlar nəyləri vardısa verdilər mənə. Bir keçiləri var idi ki, onların ruzusu, bərəkəti ondan idi, onu da verdilər mənə. Mən bunlara nə verim? Deyirlər ki, qiblə-i aləm sağ olsun, 100 keçi verdi. Yox, nə 100 keçi? Onlar mənə həyatımı qaytarıblar. Onlar mənə ən son bir şeylərini veriblər. Nə verim? Hələ bir söz deyir, yox, olmaz. Bunun bir dənə yolu var. Bir dənə yol nədir? Mən öz şahlığımı onlara neyniyim? Verim. O da mümkün deyil. Onlardan şah olmaz. Hər nəyim varsa ki, şahlığımdır. Ən son bir şeyim, mənim şansım nədir? Şahlıqdır da. Onu verim, qurtarım. Şeyxina, Seyyid deyir. İmam Hüseyin əleyhissalam nəyi vardı, verdi. Nəyi vardı, verdi. Allah təbarəkə və təalanın yolunda hətta balaca körpəsim verdi. Arxaya qalmış əhli əyalım verdi. Balalarım verdi. Hər bir şeyim verdi, bir şey geriyə qalmadı. Canı var idi, canını da verdi. Bir şey geriyə qalmadı. İndi Allah Teala ona nə versin bunun müqabilində? Malikiyyətdir ki, o mümkün deyil. Şahlıq, Allahlıqdırsa o mümkün deyil. Allah Teala ondan sivay nə var, hamısını İmam Hüseynə verər. Hətta o bir micə göz yaşına görə Allah Teala insanın bütün günahlarından keçər və bu da İmam Hüseynin etdiklərinin müqabilində az bir şeydir. İmam Hüseyn hər bir şeyindən keçibdir. Ağamız hər bir şeyindən keçdi. Hətta şəhid olandan sonra Şimr-i Məl'un ki o işi gördü. Adam onu dilə gətirmək istəmir, amma o məlun o işi gördü. Ağanın mübarək başın bədənindən ayırdı. Mən hərdən deyirəm ki, o telləri kəsəndə necə oldu? O hülqum kəsiləndə necə oldu? Damarlar kəsiləndə necə oldu? O xəncər mağaza söykənəndə necə oldu? Xanım Zeynəb baxırdı. Xanım Zeynəb baxırdı. Gözü qabağında bu şeylər, hadisələr baş verdi. Subhanallah. Hüseyin can, sənə fəda olaq. Bəli. Ondan sonra əmr verdilər qarətə. Hücum başlandı xeymələrə. Az, şərəfsiz, ləyaqətsiz insanlar ki ora cəm olmuşdular, imansız insanlar ki
O İmam Hüseyin'in kelamıdır. İmam Hüseyin aleyhisselam buyurdu ki ya şiati Ali Ebi Sifyan, ey Ali Ebi Sifyan'ın şialeri, lavla dinikum, eğer dininiz yoktursa ve la amentum billahi vel yevmil kıyame, kıyamet gününe iman getirmediniz, Allah'a iman getirmediniz, bari siz bir Ərəbliyinizdə azad olun, ehrar olun. Yani gayretimiz olsun, bir sizin vicdanınız olsun, ne kadar mən sağam, siz xeymələrə tərəf gedə bilməzsiniz. İmam Hüseynin bu kəlamı hüccətdir. Niyə görə hüccətdir? Ona görə hüccətdir ki, İmam Hüseyin aleyhisselam onlara deyir ki, sizin imanınız olmasa da Allah'a inanmamız bu hüccətdir. Nəyə görə? Ona görə ki, onların kafir olmaqlığına. Onlar hamısı bir qıraqdan kafir idilər. İmam Sadiq aleyhisselam buyurur ki, "En-nasibu lena ehlel beyt enzesu minel kel." Bizə nəsb eləyən söyüş, əhl-i beytə söyüş söyən itdən murdardır. Və qılınc çəkən nə olar? Qılınc çəkən nə olar? İmam Hüseynə ox atan, daş atan, Əhl-i Beytə hücum eləyib o balaların qulağından sırğalarını dartıb, qulaqlarını cıran, boyunlarından boyunbağların, başlarından məcəllərin çəkib çıxardanların nə olarlar? Bunlar nə ənzəsu minəl kəb, bəlkə daha da ondan nə? Alçaq olanlar, kafir deyirlər, bunlar kafirdən də bədbəxtdirlər, bədtərindirlər, bədtərin insanlar olublar. İmam Hüseyin aleyhisselam nə cürə ali olubsa, onlar da o cürə alçaqdılar. Tam əks istiqamətdə. Bəli, onlar bu işi hücum elədilər, şərəfsiz insanlar, ləyaqətsiz insanlar. Vicdanı olmayan insanlar sən fikirləşginən ki, hücum eləyiblər xeymələrə. Tarixdə belə şeylər olub, Yezidin qoşunundan gəldilər, girdilər Mədinəyə. Mədinə şəhərinə girdilər. O vaxtın ki, bir nəfər var idi, o gecə həmin adam öldü. Allah lənət eləsin, onu rəhbər qoymuşdu. Tarixdə adı var, yadımdan çıxdı. Yani Müslüm idi, Muhammed idi adı, belə bir adı var. Bəli. O əmri verdi ki, 3 gün Mədinə əhlinin irzi namusu sizlərə həlaldır. Əskərlərinə dedi. 3 gün irzi namusu, hətta ondan bir il sonra nə qədər uşaq doğuldu, dünyaya gəldi. Övladı Harrə deyirdilər, Harrənin hər gününün övladı deyərdilər onlara. Ya bir kişi bir qızını ərə verəndə deyirdi ki, o gündə bilmirəm nə olubdu, asib toxunub qızıma ya yox bilmirəm, onun bəkarətinə mən qovul vermirəm. Bax, belənsinə bir dövran idi. Cəmaat qaçdı, Peyğəmbərin rovzəsinə sığışdı. Topuğa qədər qandı Peyğəmbərin rovzəsi, topuğa qədər qan. Görürsünüz nə qədər cinayətlər elədi Yezid. Bir Peyğəmbərin səhabəsinin əyalı söhbət eləyir. Deyir, gəldi, girdi bir əskər evimə. Gəldi, girdi, dedi ki, mənə bir şey verin. Mənim də körpə qucağımdadır. Körpə qucağımdadır, dedi, mənə bir şey ver. Dedim, vallahi hər bir şeyi qarət elədilər. Heç bir şey qalmayıbdı. Nə var evdə? Palazı aparırlar, nə bilim, həsir görürlər, aparırlar, qab-qacaqdan nə var? O vaxt ki, dəmir qab-qacağı yox idi, saxsı, maxsı belə bir taxtadan idi. Bu cür nə şeyləri aparırlar, hər bir şey aparırlar, heç nə qalmayıbdı evdə. Deyir, aldı məndən körpəni, dedi ki, əgər mənə bir şey verməsən, bu balanı öldürəcəyəm. Dedim, heç bir şey yoxdur, vallahi heç bir şey yoxdur. Bu səhabə balasıdır.
Deyir, vurdu uşağın başını divara, uşağın beyni töküldü. Bax, cinayətlər belə olubdu, Yezidin cinayətləri. İndi bax, görgünən ki, bu ordu, bu əskər Kərbəladadır. Kərbəlada nələr edirlər bunlar? Nə cürə soyğunçuluq edirlər Peyğəmbər balalarına qarşı. İmam Hüseyni öldürən adam nə edər? Peyğəmbər balasını öldürən adam nə edər? Həmid ibn Müslim deyir, öz gözümlə gördüm, Şimr ibn Zilcovşən, o qədər pulun sahibi, o qədər varidatın sahibi, ən yaxın adam idi Yezidə, ən yaxın adam idi İbn Ziyada. O cürlə bir adam Xanım Zeynəbin başından məcərdi dartdı, çəkdi. Xanım Zeynəb dedi ona ki, mən bilirsən Əlinin qızıyam. Dedi, bilirəm vallah, götürməzdim, amma nə edim? Mən götürməsəm başqası götürəcək. Aməl, o sənin başqasında nə işin var sənin? Bu qədər cinayətkardılar bunlar. Sonra Əhl-i Beytin qollarını bağladılar. Ağa İmam-ı Baqir'dəndir rivayət. Deyir, ipi əmmələrimin qolundan bağladılar və haman ipi bizim boynumuza doladılar ki, biz də qaçmayaq. Sırayla bizi çəkdilər, apardılar. İmam-ı Zeynil Abidin əleyhisselamı çəkdilər, apardılar qətligahın içindən, Əhl-i Beyti qətligahın içindən çəkdilər, apardılar. Görürlər Əli Əkbərin cənazəsi, İmam Hüseynin cənazəsi. Bax, belə bir vəziyyətlə çəkdilər, apardılar. Bax, bu cinayətkarlar. Allah təbarəkə və təala axirətimizi xeyrə mübəddəl eləsin. Allah Teala İmam Hüseyin Aleyhisselam'ın ziyaretin nəsibi qismət eləsin. Allah təbarəkə və təala dünyadan gedənlərimizi rəhmət eləsin, şəhidlərimizi rəhmət eləsin. Allah Teala xəstələrimizə şifa versin inşallah, çətinliklərimizi bərtərəf eləsin, hacətlərimizi qəbul eləsin, təsərrüfatımıza, ticarətimizə, məşğul olduğumuz işlərə Allah Teala bərəkət, ruzi nazil eləsin. İnşallah biz də ziyarətlərə gedək, Allah qoysun inşallah. Və haqqı Muhammedin və alih və bil Fatihə məzun.